Azərbaycanda Şah İsmayıl yanlış yanaşma nədir? Bizə bu qədər ərazi qoyub gedib. Bu günləri qəhrəman axtarırsansa, sənin qəhrəmanın Məmməd Əmin Rəsulzadədir. Sənin qəhrəmanın yaxın tarixdə gördüyün adamları qəhrəman kimi başın üzərinə qaldırmırsan. Nuru Paşadır, qaldırmırsan bunu başın üzərinə. Videoda gördüyünüz şəxs Fazil Mustafadır və son dövrlərdə Şah İsmayılla bağlı fikirləri ilə yenidən gündəmə gəlir. Amma bu onun Şah İsmayıla qarşı ilk çıxışı deyil. O illərdir ki, Şah İsmayıl haqqında mənfi fikirləri ilə seçilir. Fazil müəllimin əsas iddialarından biri Səfəvilərin dövlət dilini türkləşdirən ilk dövlət olmamasıdır. Halbuki Şah İsmayıl dövründə Azərbaycan türkçəsinin dövlət və saray səviyyəsində mühüm mövqe yüksəldiyini göstərən çoxsaylı mənbələr var. Bunlar böyük killiyyatın kiçik hissəsidir. O ki qaldı Rəsulzadə və Nuru Paşaya, onları hər yerdə ön plana çıxararaq Şah İsmayıla tarixi rəqib etmək və bunun üzərindən mən AXC tərəfdarıyam qalxan yaratmaq doğru deyil. Nuru Paşanın Azərbaycan tarixində rolu əlbəttə ki böyükdür və qiymətləndirmək də lazımdır. Amma Nuru Paşa tariximizin bütün digər dövrlərinin qarşısına çıxarmaq, xüsusilə də Şah İsmayılla rəqabətə qoymaq, tarixi yox, dövrləri bir-birinə çalmağa bənzəyir. Şah İsmayılın Azərbaycan tarixində yerini başqa bir tarixi şəxsiyyətin kölgəsinə qoymaqla dəyişmək mümkün deyil. Görüşərik.